Oyuna pis başlamamışdınız. Sanki daha tez müdafiəyə seçildiniz. Qarabağ məcbur edildi. Belə ümumi götürsək, desəm ki, daha çox hücumda olmağını komandanın istəyirəm. Qarabağda vurğulamaq lazımdır. Səviyyə baxımından bizdən üstündülər. Klub olaraq qeyd eləmək lazımdır ki, bizdən bir üstün bir klubdur. Həm oturuşmuş heyəti, həm stabilliyi var. Amma yenə bu tip oyunları da o xırda nüanslar həll edir. Düşünürəm ki, oyunu çevirə bilərdik. Birinci hissədə epizodlar var idi. Bilirəm, belə heç kəs o epizodu görməyəcək, amma 25-ci dəqiqədəki epizoda baxsaz, oyunun o dəyişmə anı da ola bilərdi. Nəsə, hakim fərqli qərar verdi. Bizim baxdığımız epizod təmiz penaltidir. Yenə ikinci epizod hücuma çıxırıq, hücumumuzu saxlayır. Bizim qapıya cərimə verir, hansı ki sonra 1-2 səhv elədim. Ümid edirəm ki, tək Araz Naxçıvana qarşı bu səhvlər davamlı olmayacaq. Keçən oyun Vanderson adi epizoddur. Bizə qırmızı ilə dəyərləndirirlər, amma başqa komandalarda görürük ki, sakitləşdirməyə çalışırlar. Yenə bu ikili standart hiss olunur. Onu belə mən hiss edirəm. Mənim komandama qarşı belə antisimpatiya var, hansı ki, ümid edirəm ki, bizə qarşı da daha obyektiv olarlar. Sualın davamı için onda sizin aşağınızda bir sual verir. Bu antipatiya deyək, ikili standart deyək. Bunun səbəbini nədə görürsünüz? Mən komandamı atıb onu düşünsəm işdən uzaq qalaram. Amma yenə deyirəm, o simpatiya bizə qarşı hiss olunmur. Hiss olunmur. Belə daha çox gördüyümüz, hiss elədiyimiz nədir? Hər oyun biz bilirik ki, oyunçumuzun sarısı var. Rahat şəkildə birinci epizodda 4-cü sarğını verib tribunaya göndərirlər. Son ders kalmaydı. Bu antipatiyede Elvan Bakşı'ya karşı yoksa Araz Naxçıvana. Məşqçi ilə mübarizə aparırlarsa ayıbdır, amma yenə də hücuma çıxan komandanın rəqib topu əllə saxlayırsa, hakimin sənə dediyi söz olur ki, sürüşdü, əllə oynadı. Mən onu qəbul edəmirəm.